Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'nın bize verdiği bütün nimetlerine göre Allah'a çoklu şükürler olsun. Ve sonra Allah Teala kardeşimizin kəsdiyi həqiqi kabul etsin, evladın salihlerden etsin. Allah bütün Müslümanları evladların salihlerden etsin. Ve sonra sevgili kardeşler, bugün danışacağım mövzu dua hakkındadır. Yani bu elə bir məsələdir ki, onu hər bir insan bacarar. Balaca da, böyük də, yaşlı da, güclü də, zayıf da, xəstə də, hamısı bunu bacarar. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, sizin ən aciziniz duada aciz olandır. Duada aciz olan. Duanın çox faydaları var. Və həmçinin dua özü ibadətdir. Yəni sən dua eləyəndə həm də ibadət etmiş olursan. Və əfsuslar olsun ki, bu böyük bir ibadətdən, böyük bir məsələdən yəni çoxsu qafildir. Yəni bunu etmirlər. Və acizdir. Və həmçinin dua təsəvvür edin ki, qədəri dəyişir. İnsanın yəni etdiyi dua onun qədərini dəyişir. Və insanı evladın xeyirlidir, valideynin bağışlayır. Təsəvvür edin ki, keçmiş salihlərimiz deyərdi ki, evladın salih olmasını qəbirdə olanda bilirsən. Çünki sən qəbirdə olanda sənə heç nə çatmır. Etdiyin əməllər, yaxşı əməllər qoyub gedmişsənsə, bir də salih evlad qoyub gedmişsənsə. Sən təsəvvür elə ki, hər namazda, hər gün sənin üçün dua eləyən evladın savabı sənə çatır. Və hatta elə ola bilər ki, sən orada bağışlanasan. Və ola bilər ki, sən orada görəcəksən, sənin çoxlu savabların var. Və sən onları etməmişsən. Soruşacaqsan ki, bunlar nədir, bunlar hardan gəlib? Deyirlər, sənin o dünyada qoyub getdiyin, evladının etdiyi dualardır. Və bu dualar üçün gerək birinci özümüz çalışaq, sonra evladlarımızı öyrətək ki, onu, yəni evlad görsün ki, sən valideynlərin üçün dua eləyirsən və sən daim dua eləyirsən və həm də onu öyrədirsən. Yəni özündən sonra salih evlad qoyub gedərsə, o ona öldükdən sonra əməl dəftəri nədir? Yazılar onun üçün. Və həmçinin Fudayl ibn İyad rahmetullah aleyh böyük alimlərdən olur. Onun bir oğlu vardı, adı Ali idi. Və onun üçün çox çalışırdı. Tərbiyələndirsin və alınmırdı. Ədəbləndirsin, alınmırdı. Yəni uşaq özü də adam. Yəni belə huşsuz bir şeydir. Yəni ki, vecdini almır, yəni alınmır. İslah olmur. Və dua elədi. Dedi, ya Rabbi, mən çox çalışdım ki, əlini ədəbli eləyim. Ancaq alınmadı. Və sən onu ədəbləndir. İbn Kəsir rahmetullah aleyh deyir ki, ondan sonra deyir, ən imanlı, ən elm tələb edən, ən gözəl insan olmuşdur o. Yəni, atasının duası qəbul oldu. Və ona görə, yəni, evlad üçün dua etmək lazımdır. Və valideyn üçün dua etmək lazımdır. Duada aciz olmaz. Olmaz. Və həmçinin İbrahim əleyhissalam. İbrahim əleyhissalam dua etdi. Birinci, bilirsiniz ki, İbrahim əleyhissalamın çox böyük bir qoca vaxtında dünyaya gəldi, evladı oldu. Və onun üçün dua etdi və Allahdan istədi. Və Allah Teala'dan istədi, Allah Teala ona evlad verdi, yenə də qurtarmadı. Dedi, ola əmnaman içərisində et, şəhəri, sonra ruziləndir və bütlərə ibadət eləməkdən, şeytanın şərrindən, yəni bunları qoru, dualar eləyirdi. Və bilirsiniz ki, onun zürriyyətindən nə qədər insanlar çıxdı. Yəni, salih insanlar, peyğəmbərlər çıxdı. Və həmçinin Zəkəriyyə əleyhissalam dua etdi Allaha ki, yəni, o da yaxşı idi, yəni, yox idi, övladı, olmurdu. O dua etdi və Allah Teala ona övlad verdi. Gözəl, əxlaqlı. Dua etdi ki, yaxşı, özü dua edirlər, xeyirli peyğəmbərlər verdi onlara. Duaları idi, qəbul olunan dualardır. Və
nədir? Valideynə hörmət eləyən, yəni gözəl bir övlad bəxş elədi Allah Taala. Hansı yaşda? Və həmçinin analar da, o demək deyil, ancaq kişilərə aiddir bu. Analar da dua etməlidirlər. Məryəm əleyhissalama anası dua etdi. Və dua etdi və neynədi? Onu nəzir etdi Qüdsə, məscidə, ora, o vaxtı. Və onu neynədi? Dedi, şeytanın şərrindən qoru onu, zürriyyətin, dua etdi. Və bilirsiniz ki, Məryəm əleyhissalama Allah Taala İsa əleyhissalamı bəxş elədi. Və gördüyünüz kimi dualar çox faydalıdır. Çox şey dəyişir. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insanın ömrü artıran, uzatan şeylərdən, bərəkətli eləyən şeylər nədir? Yaxşı əməllərdir. Və insan dua isə qədəri dəyişir. Yəni, o Allah Subhanahu Taala'nın izni ilə sənin üçün bu qədər neyliyi dəyişilir. Və ona görə də Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən aciziniz duada aciz olandır. Nəyə görə? Çünki dua hər zaman eləyə bilərsən. Hər an. Zikir eləmək. Dua həm də zikirdir. Və sən daim Allah Subhanahu Taala hər şey istəməlisən. Hətta keçmiş salihlərimiz nə edərdilər? Yeməyə duzu atanda da Allahdan istəyərlər onu. Yəni bu xeyrin. Hər bir şeyə dua eləyədilər, hər bir şey üçün. O insan oturur saatla, heç nə danışmır, nə də bir şey, dua eləmir. Və yaxud da yol gedir, saatla. Maşındır, saatla yol gedir, nə dua eləyir, nə zikir eləyir. Həm də Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, zikir eləyənlə, eləməyən arasındakı fərq, ölünlə diri arasındakı bir fərqdir. Yəni, zikir eləmirsənsə, səndə heç bir fayda yoxdur. Yəni, ölü kimi bir şeysən. Və öləndən sonra diriləcəksən. Ona görə də, yəni, duada aciz olmaz. Dua faydalıdır. Məsələn, hamısı şikayət edir halda. Filan problem, peşman problem övladından. Amma bunları eləməmişsənsə, sən nəyə görə şikayət edirsən? Hətta yaşayışdan. Və həmişə, görürsən, məsələn, İbrahim əleyhissalam bütlərə dua şirk qoşmaqdan Allaha sığındırdı onları, dedi ki, qoru onları və onlar üçün həm də nədir? Əmin-amanlıq istədi. Həm də onları yeməyin, ruzusunu barədə dua etdi. Yəni, sən də övladının islah olması üçün. Və bilirsiniz ki, ən qəbul olunan dua 3 duadır. 3 kəsin duası nədir? Qəbul olunur. Məzlumun duası, musafirin duası, səfərdə olan insanın duası. Şimdi burada olanların çoxsu səfərdən gəlir, səfərdədir. Və bir də ki, nədir? Valideynin övladı üçün etdiyi dua. Qəbul olunan dualardandır. Və Rasulullah sallallahu aleyhi və səlləm həmçinin övladlarımız üçün bəddua etməyi nədir? Qadağan etməyin dedi. Çünki mələklər amin deyən vaxt düşərsə, sən bəlkə də əsəbindən deyirsən, amma istəmirsən o olsun. Amma sonra deyirsən ki, nətər oldu, bu oldu. Halbuki sən özün bədbəxt eləmirsən. Sən özün onun üçün bəddua eləmirsən. Nə üçün bəddua eləyirsən? Hətta qəzəbində də yaxşı dua elə. Qəzəblənsən belə də çalış ki, yaxşı dua eləyəsən. Və ona görə, yəni, dua məsələsində ciddi olmaq lazımdır. Dua özü ibadətdir. Və nədir? Allahı zikr eləməkdən dilin qurumasın. Yəni ki, deyən son dil quruyur, ağız quruyur. Və onunla ilə daim tərpənsin, yəni, hərəkətdə olsun. Həm zikr eləyirsən, həm dua eləyirsən. Hər zaman, hər bir şey. Keçmiş salihlərimiz hər şey üçün dua eləyərlər. Ahirətləri üçün, dünyası üçün, işləri üçün, yaşayışları üçün, zövcələri üçün, zürriyyəti üçün, övladları üçün, hər bir şey üçün dua eləyərlər. Amma görürsən ki, yəni, acizik bu məsələdə. Hamımız dua etsəydik, yəni, hər şey dəyişilərdi. Yəni, hər şey daha yaxşı olardı. Və ona görə də biz də çalışmalıyıq ki, dua eləyək, yaxşı, xeyirli dualar eləyək. Və Allah Subhanahu Taala qardaşın qurbanını qəbul etsin, övladını salih etsin. Və Allah Taala bütün müsəlmanlar övladları salih eləsin. Valideynləri xeyirli etsin. Allah Taala bizə böyük nemət qapıları açsın, həm bu dünyada, həm ahirətdə.
Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah qohum əqrabamıza, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönətsin. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah ölkə başçımızı qorusun, onu xeyir üzərində etsin. Onu ucatsın, izzətləndirsin və bizim üçün xeyirli etsin. Haqqın cəhətisi etsin. Və Allah Subhanahu taala bütün müsəlmanların, kəlmələrin, səhvlərin, qəlblərini birləşdirsin, izzətləndirsin. Allah Teala ölkəmizə qarşı kim fitnə fəsad törətmək istəyirsə, hilələr qursa, hilələrin öz başlarında çatlasın. Və Allah Teala bizi daim əmin-aman içərisində etsin. Bol ruzi, bərəkət içərisində etsin. Allah zürriyyətimizi salihlərdən etsin. Müsəlmanların bütün hamısının zürriyyətini salihlərdən etsin. Və onlara layiq olsun, xeyirli olsun, bərəkətli olsun. Və Allah Teala həmişə bizim üçün xeyir qapıları açsın. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə, nəstəğfiruka və nətubu ileyk.